Özü gəlib ki, qaranlıq olub da bilməyib, özü vurub lap edə. Ucarda oğul anasını traktorla vuraraq öldürüb. DEM mediası xəbər verir ki, hadisə rayonun Alpı kənd ərazisində qeydə alınıb. Ucar şəhər sakini 1989-cu il təvəllüdlü Gündüz Yaqub oğlu Fəxrətov Belarus markalı traktoru arxaya verərkən anası 1959-cu il təvəllüdlü Adilə Ələkbər qızı Abbasovanı vurub. Ağır xəsarət alan Adilə Abbasova həyatını itirib. Belə qapının ağzında olub olmağına. Öz qapıların ağzında. Öz qapıların ağzında, öz otlarını gətirməyə gedirdi. Necə oldu? Bax, deyin bir dənə zəhmət olmasa. Orada olmağı oldu ki, özü gəlib ki, qaranlıq olub da bilməyib, özü vurub lap edə. Yəni başı dəyib. Hə, baş hissəsi deyil. Elə onunla da kesin. Faktla bağlı araşdırma aparılır. Nizami Rəsulov, Aqil Əsədov, xüsusi olaraq Dinas TV üçün.